Yezid bu məsələdə səhvdir. Çünki Hüseynin bacısını Ömər Xəttab alıb. Biz heç də gizlətmirik. Allah ona şərik qoşanı bağışlamayacaq. Əli bin Əbi Talibin ölümü Hüseynin ölümündən daha böyükdür, daha təsirlidir ümumən müsəlmanlar üçün. Salam aleykum şeyx. Aleyküm salam və rəhmətullah. Şərhlər bölməsinə gələn suallar var. Allah istəyirsin oxuyaq. Sual odur ki, haram aylardan biri olan Məhərrəm ayı cahiliyyət dövründə eyni hökmdə idi. Bəs niyə Bəni Umeyyə övladları bu ayda, xüsusən də Kərbalada hadisə törətdilər? Hansı ki, kafirlər bu ayı haram ay bilib heç nə etmirdilər. Elhamdülillah. Elhamdülillah vahdə və salatu və salamu alə məllə nəbiyyə və dəmmə bəd. Selamu aleykum və rəhmətullah və bərəkatuhu. Bilirsiniz, indi gətirmək ki, ne üçün belə? Birinci biz bilirik ki, nə baş verir Allah Taala'nın qəza qədəri nə olur. İkinci də bəli, Məhərrəm ayı haram aylardandır. O ayda müharibə eləməyi başlamaq olmaz. Lakin bu ümumən səbəbsiz yerə. Amma səbəbli yerə aid deyil bu. Əgər səbəbli olsa nəsə ciddi, ona aid deyil. Düzdür, biz bəraət qazandırmırıq. Nə Yezid üçün, nə Hüseyin üçün və s. Biz haqqın tərəfindəyik, adilliyin. Təbii ki, görürük ki, bəli, Yezid bu məsələdə səhvdir. Hüseynə qarşı zülm olunub. Lakin biz bütün fikrimizi, zikrimizi bu hadisənin üzərində qurmamışıq. Yəni, etiqadımızı, dost düşmən məsələsini, bu məsələnin üzərində qurmamışıq. O qaldı ki, Məhərrəm ayı, bəli, Məhərrəm ayı haram aylardandır, başlamaq olmaz. Səbəbsiz yerə. Amma səbəb olsa, olub ki, belə, Məhərrəm ayında döyüşlər olub. Nəyə ki, Kərbala? Kərbalada döyüş də desəydi, indi orada 72 nəfərlə 4000'lik ən azı qoşun. İndi balaca bir hadisə olub. Amma qaldı ki, məsələn, bəli, Məhərrəm ayında istisnalar var. Ümumən danışıram. Mən bəraət qazandırmıram heç kəsi burada. İndi biz hər şey demək olar, hər şey. Lakin biz o məsələləri qoymalıyıq kənara. Düzdür, hansısa bir tərəf üçün bu şuardır, bu məqsəddir. Bunun ətrafında yığışıblar bu hadisənin və s. Lakin ümumən müsəlmanlarda belə deyil bizdə, Əhlüsünnə vəl Cəmaətdə. Biz hadisələr, ondan da daha böyük hadisələr olub. Məsələn, Əli bin Əbi Talibin ölümü Hüseynin ölümündən daha böyükdür, daha təsirlidir ümumən müsəlmanlar üçün. Bu sadəcə fitnə səbəbi ilə fitnə, yəni fitnə düşüb müsəlmanlar arasına. Fitnənin nəticəsində Hüseyin radiyallahu anhu zülmən öldürürlər. Və salam. İndi kim neyinib özü cavab verəcək qiyamət günü. Lakin biz bunu üzərində dayanmaq, bunu təkrarlamaq, dost düşməni bununla hesablamaq, o səhvdir. Yoxdur dində isə belə şey. Bəli. Həmçinin belə bir sual gəlib şərhdə ki, Hüseyin əfsərdir, yoxsa Yezid sualına cavab verirsiniz ki, əlbəttə Hüseyin. Çünki Hüseyin əhl-i beytdəndir və həm də sahabədir deyirsiniz. Yaxşı, biz sonra deyirsiniz ki, Peyğəmbərdən sonra Əbu Bəkr, Ömər, Osman, Əli, bunlar da əfsər olanlar. Bəs niyə Əli həm əhl-i beytdir, həm sahabədir? Niyə digərlərindən üstün olmur? Bilirsiniz, üstünlüyü seçirdilər xəlifə. Xəlifə seçirdilər. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellemdən sonra əgər Əli üstün olsaydı, Əlini seçərdilər. Əbu Bəkr seçdilər. Sonra Öməri, sonra Osmanı, sonra Əlini. Bəli, Əli bin Əbi Talib radiyallahu anhu xəlifə olmağından başqa əhl-i beytdir, bəli. Lakin əhl-i beyt o demək deyil, hamısından əfzəldir. O demək deyil. Yəni, sahabələrin içində bölmələr var idi. Məsələn, var 4 Raşid xəlifə, onların öz yeri var. Var ayrıca Əbu Bəkr Ömərin öz yeri var. Var ayrıca Əbu Bəkrın yeri, öz yeri var. Var Bədir əhli, Bədirdə döyüşən, onların öz yeri var. Var onların içində əhl-i beyt, onların öz yeri var. Əhl-i beyt deyil, o demək deyil ki, bütün sahabələrdən əfsəldir. Yox, elə deyil. Elə yanaşmıyor. Bu bir. İkinci də əfsəl seçilirdi Peyğəmbər sallallahu aleyhi ve sellem. Sonra Əbu Bəkr seçildi, Əli ona beyət elədi. Sonra Ömər seçildi, Əli ona beyət elədi, radiyallahu anhu. Sonra Osman seçildi, Əli ona beyət elədi, radiyallahu anhu əcmain. Hətta dördüncü də Əlini gəlib xəlifə istəyəndə ki, sən ol, xavariclər gəldilər birinci. Əli deyir ki, siz seçmirsiniz xəlifə. Xəlifəni Bədir əhli seçir. Yəni, böyük sahabələr.
Biz əfsəliyyəti belə yanaşırıq. Bəli, Əhl-i Beytdir, məsələn, Əhl-i Beyt Əlidir. Əhl-i Beyt kimdir? Əli, Peyğəmbər sallallahu əleyhi və səlləm zövcələri, Əlinin başqa övladları, Fatimədən olmayan, sonra məsələn, Cəfər, onun övladları, qızları, oğlanları, hətta Əli ibn Əbi Talib Fatimədən radiyallahu anhadan olan biz Ümmü Kulsumu, Zeynəbi də və ya onu da onlar da Əhl-i Beyt görürük. Bilirsiniz, biz ümumən yanaşırıq da. Yoxsa Əhl-i Beyt məsələsində də bizim onlarla böyük fərqimiz var. Yanaşmamız, baxışımız. İndi bilirsiniz, lazım deyil öz-özünüzə elə göstərməyə sıxılmışsınız. Biz ancaq bunları müdafiə edirik və s. Lazım deyil. Onlar hamısı bizimdir. Hamısı bizimdir. Və Osmanın da öz yeri var. Əgər Əli ibn Əbi Talib Fatimə radiyallahu anhə alırsa, Osman Peyğəmbər sallallahu aleyhi ve sellemin 2 dənə qızını alıb. 2 dənə qızın. Və həmçinin əgər həlidirsə qohumluğa, yaxınlığa, Əhl-i Beytdən əlavə. Ömərlə radiyallahu anhə, Əbu Bakr radiyallahu anhə, Peyğəmbər sallallahu aleyhi ve sellem qaynatası idi. İkisi də. Biz hələ yanaşmırıq da. Və yanaşmırıq. Elə məsələlər var ki, artıq orada qohumluq və s. gedmir. Bəli. Həmçinin belə bir sual var ki, daha doğrusu 2 sual ünvanlayıb izləyici. Birinci sual ki, Aşura günü oruc Allahın buyurduğu idi, yoxsa sonradan şəriət olundu? Görsənir Allahın buyruğu idi. Çünki İslamdan öncə də bu var idi. Bu var idi. Bəli. İkinci sual da odur ki, əgər Allahın buyurduğu idisə, həmin günü adam öldürmək düzgün idimi? Həm də Peyğəmbərin nəvəsini. Əlbəttə adam öldürmək olmaz. Ümumiyyətlə, nəinki o günü. Adam öldürmək o günü yox. Ümumiyyətlə, başqa günlərdə. Lakin hadisə elə baş verir ki, məsələn, hadisəyə uyğun hərəkət olunub. Hadisə hələ olub. Amma o gün, nəinki o gün adam öldürmək başqa günlərdə olmaz. Başqa günlərdə. Hüseyin radiyallahu anh, o bilmirdi ki, belə hadisə olur, baş verəcək. Hüseyin radiyallahu anh əslən döyüşə də çıxmamışdı. Döyüş səfəri də deyildi. Çünki döyüş səfəri olsaydı, döyüşçülər götürərdi öz ətrafına Məkkədən. Kimlər idi ətrafında? Qadınlar, uşaqlar. Qadınlar, uşaqlar. Elə bir köç edirdilər Kufəyə. Məkkədən çıxıb bir köç səfəri idi o. Aydındır, o müharibəyə çıxmamışdı. Dələ fikirləşsin ki, bəs müharibə olacaq və s. Bəli. Həmçinin siz sonuncu dərslərdə Kərbəla xanım Məhərrəm ayı haqqında deyirsiniz ki, Məhərrəm ayı digər aylar kimidir. Və izləyicinin bunu hər halda düz başa-düşməyib, deyir ki, siz deyirsiniz ki, digər aylar kimidir, amma digər aylar kimi deyir, 4 haram aydan biridir. Bəli, yox, xüsusiyyəti var, xüsusiyyəti ay kimi aydır. Yəni, nəsə qeyri-adi bir xüsusiyyəti yoxsa, hansısa bir əməl mənasında dedim. Hansısa bir əməl eləməyi və s. Amma bəli, haram aylardan biridir. Bəli, Allahın ən sevimli aylardan biridir. Allahın ayıdır. Çünki yeganə aydır ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, Şəhrullah, nisbət eləyib bu Məhərrəm ayın Allaha, nisbət eləyib, şərəfləndirmək üçün. Şəhrullah, başqa aylar üçün deməyib o. O xüsusiyyətlər başqadır, lakin söhbət gedir hansısa bir əməldən, hansısa bir xas əməl var, yoxsa yoxdur. Hansısa bir əməl yoxdur, bir dənə Aşura günü oruç tutmaqdan başqa. Bəli. O sayılar kimidir, bu mənada. Bəli. Həmçinin izləyicilərdən biri yazıb soruşur ki, bəlkə Peyğəmbər sallallahu aleyhi ve sellemin sevimli nəvələrinin hansı amal uğrunda şəhid olmalarını izah edəsiniz? Bilirsiniz, Hüseyin radiyallahu anh fitnə səbəbinə dünyasını dəyişdi, şəhid oldu. Fitnə səbəbinə. O, Hüseyin radiyallahu anh kafirlər öldürmədi ki, müsəlmanlar öldürdü. Müsəlmanlar ona allatdılar, xəyanət etdilər ona. Yəni, kafirlərlə döyüşməyib o. Fitnə nəticəsində dünyasını dəyişib. Və həmçinin, məsələn, götür Həsən radiyallahu anh, Əli radiyallahu anh. Yəni, o imamlar ki, bəziləri, hansı ki, qeyd olunur, fitnə nəticəsində dünyasını dəyişiblər. Deyək ki, məsələn, düz deyə olan dünyasını dəyişməyə hamımıza pisdir, hamımıza təsir edir. Lakin söhbəti bunun üzərində qurmaqdan söhbət gedir. Bunun üzərində qurmaq İslamla yoxdur. Çünki İslamda o qədər
sahabələr, böyük sahabələr dünyalarını dəyişib. Yəni onların üzərində heç kəs dayanmayıb. Heç kəs təkrarlamayıb. Bu təbii ki, bir məzhəbin öz baxışlarıdır, öz adətidir, məqsəddir. Zülmə qarşı. Ən böyük zülm şirkdir. Allah Teala buyurur ki, "İnne şirke le zulmun azim." Şirk ən böyük zülmdür. Yəni müsəlmanlar əsas şirkə qarşı mübarizə aparıblar təvhidi yayılmasına. Ondan savayı böyük zülm ola bilməz. Bizim söhbətimiz bundan gedir ki, biz deyirik, bunun üzərində dayanmaq, yəni əhlüsünnədə yoxdur. İndi təbii ki, o şey məsələdə onlar əsasdır bu. Bunun üzərində qurulub, bunun üzərində fikirlər yığıb cəm olur və məqsəd nədir? Məqsəd daşıyır başqa məsələlərə aparır. Yəni bunlar hamısı elə belə deyil də. Bəli. Həmçinin bir izləyici var. Bəli. Məsələni başa düşməyib və soruşub aydınlaşdırmaq istəyir ki, siz Kərbala hadisəsinə siyasi hadisə deyirsiniz, siyasi hadisələrdir və deyir ki, necə ola bilər ki, siyasi hadisə məqam və mövqe üstündə olur. İmam Hüseyin isə məqam və mövqeyə lazım deyildi. Çünki artıq o cənnətlə müjdələnmişdi və ona bu şey lazım deyildi. Sadəcə o, İslam dini ayaq üstə dura bilsin deyənə 70-80 nəfərlə böyük ordunun qabağına çıxıb. O belə ifadə edir fikrini. Və deyir, hətta kafirlərdə belə bu cür azadlıq uğrunda döyüşən döyüşçüləri qəhrəman elan edirlər. Və niyə biz Peyğəmbər nəvəsi o şəkildə Kərbala çölündə öləndə o hadisəyə siyasi hadisə deyirik? Bilirsiniz, burada sadəcə hakimiyyət söhbəti getdi. Burada Hüseyin demirdi ki, ey Yezid, sən kafirsən və ya nəsən, başqa sözlər işlətmirdi. Sadəcə Hüseyin radiyallahu anh burada allatdılar, küfəllər, çağırdılar onu, sonra ona xəyanət elədilər. Onun nəticəsində şəhid oldu Hüseyin. Yəni bu dinlə bağlı deyil. Belə misal çəkmək o hansı kimlərcə qəhrəmanlar. Əgər hələ olsa Hüseynlə qabaq İslamda o qədər qəhrəmanlar var. Sahabələr, böyük sahabələr. Yəni biz sadəcə hələ yanaşmırıq da, bizdə yanaşma başqa cürdür. İndi kafirlər kimisə qəhrəman seçib, bizdə hələ deyil. Ona qalsa bizdə o qədər qəhrəmanlar var. Biz hamısının üzərində dayansaq, hamısına bir ayı, 2 ayı ona həsr eləsək və s. Görün nələr baş verir. Söhbət getmir, biz əlhamdülillah Hüseyni sevirik. O cənnət əhlinə müjdələnmişdi, sağ ikən, əhl-i beytdəndir. Ömər bin Xattabın lap yaxın qohumudur. Çünki Hüseynin bacısını Ömər bin Xattab alıb, qohum idi, lap yaxın. Belə də əm uşaqları idi, belə baxanda babalarında birləşirlər. Yəni Hüseyin barədə biz tərəfdən nə işinə yoxdur, yəni nəsə. Sadəcə bəli, ifrata varmırıq. Nəinki Hüseyndə, həmçinin Ömərdə də, Əbu Bakırda, Allah onlardan razı olsun, hamısından. Hətta Peyğəmbərdə sallallahu aleyhi ve sellem də ifrata varmaq olmaz. O ki qaldı Hüseyin radiyallahu anh. Söhbət bundan gedir, yəni yanaşma. Yəni biz əhlüsünnə bu cür yanaşmanı düzgün görmürük. Vəssalam. Vəssalam. Həmçinin başqa bir izləyici sual verir ki, həmin o məlum olan sonuncu nazil olan ayə həcdə nazil olub Allah Resulullah sallallahu aleyhi ve sellemə və izləyici həm soruşur ki, nə baş verdi ki, ayə nazil oldu? Onun fikrincə olub ki, Allah Resulü mən kimi mövlasıyam, Əli də onun mövlasıdır. Bu sözü deməklə sonuncu ayənin nazil olmağı üst-üstə düşür. Və deyir ki, siz gizlədirsiniz, o ayə Əliyə görə nazil olmağını demirsiniz. Çünki o ayə nazil oldu, o deməkdir ki, Peyğəmbər Əlini seçməli idi, sallallahu aleyhi ve sellem. Yox, əlhamdülillah, sallallahu aleyhi ve sellem. Yox, biz heç də gizlətmirik. Biz birinci. Əli olsun Əli. Əli bizimdir. Olsun, biz etiraz eləmirik. Sadəcə həqiqəti deyirik də. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem, Maidə surəsi 3-cü ayəsi vəda həccində xütbədən sonra nazil oldu. Vəda həccində nazil oldu, daha doğrusu. Zilhiccənin 9-u. Ərəfa xutbəsi idi. Vəda həccində o ayə nazil olub. Lakin Qədr-xum vəda həcdən sonra olub hadisə. Və əgər belə mühüm idisə, hələ həcdə hamısı müsəlmanlar oradaydı da, hamısı. Orada qeyd eləyərdi də. Yəni, Əli bin Əbi Talibin
Peyğəmbər sallallahu əleyhi və səlləmdən sonra xəlifə olmaz. Bizə etiraz eləmirik, bizə bir fərqi yoxdur. Əli radiyallahu anhu, Muaviyə radiyallahu anhu, Əbu Bakır radiyallahu anhu, Ömər radiyallahu anhu, başqa sahabələr. Bizə üçün onların fərqi yoxdur, yəni. İstəyir əli olsun, bizə etiraz eləmirik. Lakin kim layiq idi o oldu və Əli də ona beyət elədi. Əli demədi ki, ya Əbu Bakır, axı mən olmalıydım. Və ya məsələn, yaxşı Əbu Bakırdan keçək. Ömər radiyallahu anhu. Ömər seçiləndə Əli dedi ki, Ömər, olmadı ki, bəs mən olmalıydım Qədrxunda. Yaxşı, Ömərdən də keçək. Osman radiyallahu anh xəlifə olanda Əli radiyallahu anh beyət elədi ona. Əgər onda Əli ibn Əbi Talib batilə boyun əyib. Batillə razılaşıb. Yəni, belə deməkdə fikirləşmək lazım. Biz Əlini o cür yanaşmaqla Əlini alçaldırıq. Tərk edirik onu. Əli batilə susmazdı. Haqqı deyərdi. Və hətta 4-cü Xavariclər Osman radiyallahu anh öldürəndə Xavariclər gəldi Əli ibn Əbi Talib radiyallahu anh yana. Dedilər ki, sən ol. O dedi ki, siz seçmirsiniz. Hətta Nəhcül Bəlağada, indi necə kitab olsa da, orada rivayət keçir ki, Əli deyir ki, radiyallahu anh, mənim vali olmağımdansa, xəlifə olmağımdansa, vəzir olmağım daha xeyirdir mənə xoşdur. Hətta 4-cü dəfə bunu Əli ibn Əbi Talibi seçəndə istəmədi. Lakin əfzəliyyət baxımından onun əfzəli o vaxtı yox idi Osmandan sonra. Ona görə onu qoydular. Aydındır. Lakin bizə fərqi yoxdur. İstəyir Əli olsun, 1-ci radiyallahu anh, istəyir Əbu Bakır olsun. Biz sahabələr olar bizimlə hamısı. Hamısı bizimdir. Biz onlara eyni gözlə baxırıq. Hərəsinin öz fəziləti var. Öz məqamı var, öz yeri var. Aydındır. Biz belə yanaşırıq. Bəli. Şeyh, həmçinin bir şərhdə yazırlar ki, Fələq surəsi 4-cü aya mənası düyün vurub üfürən qadınlar, daha doğrusu düyün vurub üfürənlər. Orada söhbət cadugarlardan gedir. Orada söhbət cadugarlardan gedir, bəli. Başqa bir məsələdə sual verir ki, salam aleykum, hazırda ümmətin daxilində lizinqlə bağlı problem var. Bu məsələyə aydınlıq gətirmək lazımdır. Sırf lizinq. Müxtəlif adlarla harama don geyindirilmələr müşahidə edirik. Allah elimizə bərəkət versin. Əlhamdülillah. Yəni, lizinqlər eləsi var, caizdir, eləsi var, caizdir. Hər halda qayıtma lazım nəyə? Baxma lazım olan şərtlərinə. Şərtlərinə. Bəzilər lizinq adı verir, amma orada nə var? Riba var, sələm var. Sələm də haramdır. Bəziləri, hətta İslam bankları məsələn çıxır görürsən ki, riba var, sələm var. İslam bankı adında. Amma qaldı ki, lizinqlər. Sadəcə şərtlərinə baxmaq lazımdır. Vəssalam. Həmçinin sual belədir ki, Allah subhanahu wa ta'ala böyük günah sahibini birbaşa olaraq, yəni heç bir əzab vermədən cənnətə sala bilərmi və yaxud da salacaqmı? Yoxsa həmin insan mütləq cəhənnəm görməlidir? Bilirsiniz, mütləq yox. Əlhamdülillah, mütləq yox. Biz bilirik ki, böyük günah sahibləri möminlər, lakin imanları zəifdir. Ola bilsin, günah Allahın istəyi altındadılar qiyamət günü. Allah istəsə bağışlayacaq, girəcəklər cənnətə. Allah istəsə cəhənnəmə müəyyən bir müddətə, Allah da biz bilmirik o müddəti. Amma əbədiyyən cəhənnəmli deyil. Əbədiyyən cəhənnəmli deyil, dəlil də şəfaət hədisi. Şəfaət hədisi. Amma o Allahın istəyi altındadır. Ola bilər cənnətə salsın. Ola bilər cənnətə salmasın. Ola bilər bağışlamasın. Aydındır. Çünki Allah Teala nə deyir Quranda? Allah Teala buyurur ki, İnna Allaha la yaghfiran yushraka bihi. Allah ona şərik qoşanı bağışlamayacaq. Və yaghfiru ma duna zalika limen yasha. Əl-ayə. Ondan savayı, şirkdən savayı istədiyin bağışlayacaq. Deməli, istəyi altındadır. Aydındır. Yəni, o istədiyini bağışlamağı birbaşa bağışlaya bilər də cənnətə daxil. Allahın istəyi, bəli. İstəsə bağışlayar, istəsə müəyyən bir müddət salar cəhənnəmə. Amma əbədiyyən deyil.